Bismillahirrahmanirrahim. Değerli izləyicilər, ötən bəhsimizdə Ramazan ayının gündəlik namazlarından sonra oxunan duanı və onun tərcüməsini diqqətinizə çatdırdıq. Yəni, bu duanın gözəlliyi ondan ibarətdir ki, Rəbbimizin əta sifətini, bəxş edən sifətini, rəhmət sifətini bizə çatdırır. Yəni, Rəbbin kimliyini anladır bizə ki, uca Rəbbimiz ondan istəyənə, istəməyənə, onu tanıyana, tanımayana rəhm eləyən, bəxş eləyən bir insandır, bir varlıqdır. Rəbbimiz insanlara dünyada imanı olanına da, olmayanı da öz bərəkətini verir. Necə ki, göydən yağış töküləndə bütün bitkilər, xeyirlisi də, zərərlisi də ondan faydalanır. Mübarək Rəcəb ayının rəhmət yağışından bütün insanlar faydalanır. Duanın gözəl bir hissəsi burasıdır ki, və mən ləm yəsəluhu və mən ləm ya'rifuhu. Ey o kəs ki, istəməyənə və səni tanımayana əta eləyirsən. Gözəl bir duadır. Gör, tanımayana, istəmədiyənə əta edən Rəbbimiz istəyənlərə nəyi verməz, nəyi əta eləməz. Bugün Həzrəti İbrahim yemək yeyəndə tək idi. Çıxdı çöldən bir nəfəri dəvət elədi. Gəldilər, əyləşdilər. Onlar yeməyə başlayanda İbrahim Allahın adını zikr elədi. Gördü, qarşı tərəf onu zikr eləmir, narahat oldu. Dedi, niyə Allahın adını zikr eləmirsən? Dedi, mən sənin Allahını tanımıram. Tanımadığımı nədən zikr eləyim? Həzrəti İbrahim narahat oldu. Onunla yemək, tikək, çörək kəsmədi. Adam durub getdi. O gedəndən sonra vəhy olundu. Ey İbrahim, 50 ildir o bəndə tanımaya mən onun ruzisini verirəm. Amma onun ruzisini bir gün sənin ixtiyarına qoydum, onda da onu peşman elədin, pərişan elədin. Qayıd onu dəvət elə. Rəbbimiz belə Rəbbimizdir. Tanıyana da, tanımayana da, istəyənə də, istəməyənə də rəhm edən Allahdır. Ona görə deyək ki, ilahi, bütün dünyanın şərrindən bizi uzaqlaşdır. Ahirətin şərrindən bizi qoru. Dünya və ahirətin xeyrini bizə nəsib elə. Cəhənnəm odunu bizlərə haram elə. Bu gözəl dua bizə Rəbbimizin rəhmət fəlsəfəsini açıqlayır. Mərhəmət fəlsəfəsini açıqlayır. Gərəkdir bu duadan elə ləyaqətlə istifadə eləyək ki, Allahın gözəl bəndələrinə çevrilə bilək. Əssalamu aleykum və rəhmətullah.